Salam, bugün biz 4-cü qruplar üçün DİM 20 sınaq testinin 4-cü sınağının izahına başlayırıq. Birinci sualla başlayaq. Deməli, bizdən nə soruşulur? X2 müsbət və kükürt 2 mənfi alınır XS. XS əgər qara rəngli çöküntüdürsə, X2 müsbətdir, hansı iyonlar ola bilər? Gəlin baxaq. Kükürt 2 mənfi mis 2 müsbət iyonu ilə qara rəngli çöküntü verər. Amma sinklə ağ rəngli, kadmiyumla sarı rəngli, qurğuşunla qara rəngli çöküntü verər. Onda cavab olacaq Y variantı. 2. Kükürt və xlor üçün ümumi olan nədir? Su ilə reaksiya daxil olur. Kükürt su ilə reaksiya daxil olmur. Ona görə biri götürmərik. Amma xlor daxil olar. Yəni biri olur, biri olmur. Biz isə ümumi olan hər ikisi üçün eyni olanı axtarırıq. 2. Adi şəraitdə bərk haldadır. Kükürt bəli, adi şəraitdə bərk haldadır. Amma xlor qaz halındadır. Bu da ümumi deyil. Hidrogen ilə reaksiyada oksidləşdiricidir. Gəlin baxaq. H2 plus kükürt. H2 plus kükürt. Bu bizə verər H2S. Baxıram. Hidrogen reaksiyada oksidləşdiricidir. Hidrogen 0-dan müsbət 1-ə gəldiyinə görə nə oldu? H2 ilə reaksiyada oksidləşdiricidir. Kükürdün oksidləşdirici olub olmamağından söhbət gedir. Kükürddən söhbət gedir. Deməli, kükürt 0-dan mənfi 2-yə gəlir. Reduksiya olunur. Onda deməli oksidləşdiricidir. Xlorla baxaq. H2 plus xlor 2 alınır. H xlor. Xlor 0-dan xlor mənfi 1-ə gəlir. Reduksiya olunur. Yəni oksidləşdiricidir. Hər ikisi üçün ümumi oldu. N2 ilə reaksiya daxil olmur. Bəli, nə kükürt, nə də xlor azotla reaksiya daxil olmur. Ona görə də düzgün cavab olacaq Y variantı 3 və 4. Üçüncü sualla davam edirik. Kalsium və maqneziumdan ibarət 20 qramlıq qarışığımız var. Yazıram. Kalsium, bir də maqneziumdan ibarət 20 qramlıq qarışığımız var. Deyir ki, bu qarışıqda bu qarışıqla reaksiyaya 0,7 mol H xlor sərf olunmuşdur. Xlor 2 ilə reaksiyasını yazsaq, kalsium xlor 2, xlor 2 ilə reaksiyasını yazsaq, maqnezium xlor 2 yazdıq. İndi deyir, mən reaksiyada nə qədər kalsium istifadə eləmişəm, bilmirəm, 40x qədər. Bəs neçə qram maqnezium sərf eləmişəm? 24x qədər, 24y qədər, yəni bilmirəm də neçə moldu. Biri x moldu, biri y moldu. Onda kalsium əgər x mol götürmüşəmsə, deməli bu ilə x mol xlor sərf olunacaq. Çünki reaksiya 1-in 1-ə nisbətində gedir. Maqneziumda əgər y mol götürmüşəmsə, deməli y mol xlorla reaksiyaya gedəcək. İndi mənə deyir ki, qarışığım 20 qramdır. Yəni 40x kalsium, bir də 24y maqnezium, 24y maqnezium cəmi 20 qramdır. X mol xlor və y mol isə cəmi 0,7 moldur. Buradan sistem tənliyini həll etmək olar. X bərabərdir 0,7 çıx y şəklində əvəzləmə apara bilərik. X-in yerinə yazıram. 40 vurulsun 0,7 çıx y plus 24y alınır 20 qramlıq bir qarışıq. Buradan vurub açsaq mötərizəni 28 minus 40y plus 24y bərabərdir 20-yə. Alınacaq 16y bərabərdir 8-ə. Onda y-im oldu 0,5 mol. X-im də onda nə qədər olacaq? 0,7-dən 0,5 çıxsaq 0,2 mol. Bu şəkildə tapdıq. Yəni X-i, Y-i müəyyən etdik. İndi deyir, ilkin qarışıqda kalsiumun kütlə payını tapın. Kalsium neçə mol götürmüşəm? Gələk bura. Kalsiumu neçə mol götürmüşəm? X mol götürmüşəm. Düzdür. Qramını da hesablasaq 0,2-ni 40-a vursaq alınacaq. Deməli, kalsium 40 vur 0,2, bu da bərabərdir 8-ə.
Mənə də deyir ki, həmin kalsiumun kütlə payını tapın. Hansı qarışıqda? 20 qramlıq qarışıqda. Vursam 100-ə, bu da 5, 5 dəfədə 8 olacaq 40%. Cavab olacaq 40%. Bu şəkildə hesablayırıq. Gəldik 4-ə. Deməli, 4-də bizdən nə soruşulur? Eyler-Venn diaqramında xlor və yodu müqayisə və oxşar cəhətlərini yazacağıq. Müqayisə edəcəyik, oxşar və fərqli cəhətlərini yazacağıq. Adi şəraitdə tünd bənövşəyi rəngli bərk maddədir. Söhbət sözsüz ki, yoddan gedir. Oksigensiz duzların məhlullarının elektrolizindən almaq olar. Bilirik, anion sırasında xlor və yod ön sıralardadırlar, belə deyək. Və təbii ki, elektroliz zamanı elə halogenlərin özləri alınır. Ona görə də hər ikisinə aiddir bu. İçini yazacağım 3-ə. Su ilə reaksiya daxil olur. Yod su ilə reaksiya daxil olmaz. 3 gedəcək xlora. Kalium brom ilə reaksiya daxil olmur. Biz də bilirik ki, flor 2, xlor 2, brom 2, yod 2 sırasında əvvəl gələn sonrakini suda məhlulundan, duzlarının məhlulundan neynir? Sıxışdırıb çıxarda bilir. İndi kalium bromla, məsələn, xlor bəli, kalium bromu çıxarda bilər. Amma yod kalium bromu çıxarda bilməz. Ona görə də daxil olmayan kimə aid olacaq? Yoda aid olacaq. Yəni mən 4-ü də hara yazacağam? Yazacağam yodun yanında. Deməli, 2-nin altına 1, 4, 3-ün altına 2. Aha, bu da D bəndinə uyğun gəlir. 5-ci sualla davam eləsək. Deməli, 5-ci sualda bizdən nə soruşulur? Aha. 5. Deyir ki, hansı mərhələdə 3 mürəkkəb maddə alınır? Gəlin baxaq. Kalium xlorat. Kalium xloratı. Kalium xloratı. Bir dəqiqə. Kalium xloratı. Parçalayırıq manqan O2-nin katalizatorluğu ilə. Bu zaman kalium xlor və oksigen alınır. Buradan da görürəm ki, nəymiş? Yəni, bir mürəkkəb maddə alındı. Düzdürmü? Onu da X qəbul eləyirəm. Niyə? Çünki elektrolizə uğrayır. Oksigen elektrolizə uğraya bilməz. Elə kalium xlorumuz X maddəsidir. Kalium xlorun da belə başa düşdüm ki, ərintidə elektrolizidir. Olacaq kalium plus xlor 2. Kalium, burada Y maddəsi olaraq xloru seçirəm. Niyə? Çünki kalium OH-la reaksiya getməz, amma xlor gedə bilər. İndi xlor 2 plus kalium OH. Bu da temperatur şəraitində bizə verir kalium xlor O3, bir də su. Aha. Və görürəm ki, doğrudan da burada 1, 2, 3 mürəkkəb maddə alındı. Yəni, 3-cü mərhələni götürərəm. Sonra 4-cü mərhələdə kalium xlor H-xlorla reaksiyaya daxil olmaz. Amma kalium xlorat olar. Bu da laboratoriyada, yadımızdadırsa, laboratoriyada xlorun alınma üsullarından biri idi. H-xlor. Bu bizə verir kalium xlor plus H2O, bir də xlor 2. Aha, yaxşı, bizdə şərtdə nə deyirdi? Deyirdi 3 mürəkkəb maddə. Amma biz burada nə gördük? 2 mürəkkəb maddə alınır. Yəni, bu sualın cavabında yanlışlıq var. Burada yalnız 3 olmalıdır. Baxırıq ki, variantlarda hamısı, yəni 2-2 cavablar götürülüb. Və QR-ı da skrin eləyib cavablara baxanda belə başa düşdük ki, cavab burada 3 və 4 verilib. Amma 4-də 2 mürəkkəb maddə var. Ona görə də mən burada eləcə aldığımız cavabı götürürəm ki, yalnız 3 olacaq. 6-cı sualla davam edirik. Reaksiyadan alınan maddələrdə kükürdün oksidaşma dərəcələrinin cəmini hesablayın. Gəlin görək burada hansı maddələri alırıq. Qatı nitratla kükürd bizə nə verəcək? Sulfat, H2SO4, bir də NO2 verəcək. Düzdürmü? Və bir də H2O. Kükürdlə flor 2, S, flor 6. Kalsiumla kükürd, kalsium, sulfit. Və oksidləşmə dərəcələrini qeyd eləsək, burada sulfatda kükürt müsbət 6-dır. Florlu birləşmədə də flor -1 olduğuna görə kükürt yenə müsbət 6-dır.
Burada isə kalsium sulfiddə kalsium müsbət 2, kükürt isə mənfi 2-dir. İndi bütün oksidaşma dərəcələrini toplasaq, müsbət 6 plus müsbət 6 plus mənfi 2, bu da bizə verər müsbət 10. Cavab olacaq C variantı. Bu şəkildə davam edirik. Gəldik 7-yə. Nə soruşulur bizdən? 1, 2 və 3-cü üçün uyğun olanları müəyyən edin. Suda yaxşı həll olur. Kükürt suda həll olmur. Ona görə, amma SO2 və SO3 turşu oksidləri, anhidridlər olduqlarına görə suda yaxşı həll olacaqlar. Yəni 3-ə yazılacaq 1. 3-ün altına 1 yazılan variantlar bir B-də var, bir D-də var. Sonra molekulyar kristal qəfəslidir. Hamısı molekulyar kristal qəfəsli olacaq. Yəni kükürt də S8-dir də, düzdürmü? Hamısı molekulyar kristal qəfəslidir. Deməli 1-in altında yazılacaq 2. Bu B-də də var. Bir elə B variantı olacaq cavab yəqin ki, artıq cavab çıxdı, amma digər müzakirələrimizə də baxaq. Deməli 2 gedəcək 1-ə. Kalium OH ilə reaksiya daxil olur. Kalium OH ilə kükürtün reaksiyasını yazsaq, kalium OH plus kükürt bizə verəcək kalium 2S plus kalium 2SO3 bir də H2O. Reaksiya getdi mi? Getdi. Yaxşı, kalium OH əgər 2 mol götürsək, təbii ki, 2-nin 1-ə nisbətində SO2 ilə kalium 2SO3 kalium OH SO3 ilə yəni SO3 ilə kalium 2SO4 verəcək. Yəni 3-ü də neynədir? Kalium OH ilə reaksiya daxil oldu. Ona görə də 2, 3 gedəcək. Birincinin altında yazılacaq. Sonra nə ilə davam edirik? Gəlirik 4-ə. Oksigenlə reaksiya daxil olur. Oksigenlə reaksiya daxil olanlara baxsaq, oksigenlə reaksiya daxil olanlar kükürt, oksigenlə reaksiya daxil olanda SO2, SO2 ilə də oksigen reaksiya daxil olanda SO3 verər. Amma artıq SO3 oksigenlə reaksiya daxil olmayacaq. Ona görə də 4 gedəcək ikinciyə. Aha, bu şəkildə. Deməli, mən bayaq elə bir yanlış danışdım deyəndə, elə bil ki, 2-ni 1-in altına yazmaq deyəndə, 2-nin altına 1 yazmaq. Belə bir şey dedim deyəsə yadıma. Nəsə belə bir şey xatırlayım ki, nəsə deyirsən, yanlış dedim söz olaraq, amma müzakirə elədik, cavabları yazırıq. Deməli, gəlin uyğunlaşdırmanı da aşağıda variantlarda seçək. 1-in altına yazılacaq 2, 3. Aha, 3-ün altına yazılacaq 1. Onda elə D variantı. Bəli, cavab D variantına uyğun gəlir. 4 də yazılır 2-nin altına bu şəkildə. 8. Mangan O2. Mangan O2 H-xlor turşusu ilə reaksiya daxil olub. Aha. Amma bizdə H-xlorun qatılığı verilib. Ondan əvvəl reaksiyamızı yazaq. Mangan O2 H-xlorla reaksiyaya daxil olan zaman bizə verər mangan xlor 2, xlor 2, bir də H2O. Əmsallaşdırmağa baxsaq, xlorlar sağda 4-dür deyə sola da 4 yazacaq. Onda hidrogenim 4 oldu. Suyun qarşısına 2 yazacaq. Sağda da solda da oksigenlərin bərabərləşdi. Aha, keçirik məsələnin həllinə. İndi bizə deyir 14-16%-də 200 qram H-xlor məhlulu. Əvvəl 200 qram məhlulun içərisində nə qədər H-xlor turşusu var, onu hesablayaq. Aha, bu da eləyəcək, deməli 29,2 qram. 29,2 qram nə var? H-xlor var. 29,2 qram. Emirini də yazsaq 4 vurulsun 36,5. Bizdən nə soruşulur? Deyir x mol xlor 2 alınıb, x-i hesablayın deyir. Yaxşı, amma mol olaraq istəyir. Onda 4 vur 36,5 qram H-xlorla əgər 1 mol, yəni H-xlordan əgər 1 mol xlor 2 alınırsa, bəs 29,2-dən nə qədər alınacaq? X də bərabərdir 1 vur 29,2 bölünsün 4 vurulsun 36,5. Bunu da hesablayırıq. Aha. Deməli, bu da olacaq 0,2 mol. Cavab olacaq C variantı. 9-cu sualla davam edirik. 9. Aha, halogenlər verilib və hidrogenlə reaksiyanın sürətləri verilib.
deyir, halogenlər həm oksidləşdirici, həm reduksiya edicidir. Bu o deməkdir ki, bizə ipucu verir. Həm oksidləşdirici, həm reduksiya edici dedikdə biz artıq fluoru götürməyəcəyik. Fluordan söhbət getməyəcək. Çünki fluor yalnız oksidləşdiricidir. İndi sonra deyir, hidrogenlə reaksiyada ən çox omega N3 Z maddəsinin sürəti ən yüksəkdir. Z2. Sonra X-in X2, daha sonra X, daha sonra Y2-nin sürəti hidrogenlə daha yaxşı reaksiya gedir. Biz də bilirik ki, ən yaxşı, məsələn, fluorla gedir halogenlər içərisində, sonra xlorla. Bu şəkildə getdikcə sürət zəifləyir. Onda ən yüksək Z-ləndirsə, deməli Z xlor 2-dir, X brom 2-dir, Y isə, Y isə yod 2-dir. Və indi deyir, nələr doğrudur? Birinci, Y2 su ilə, yəni yod su ilə reaksiya gedərmi? Xeyr, getmir. Bir çıxdı. Bir olan variantları da çıxarda bilərik. Sonra X2 plus natrium Y. X bromdur. Brom yodu çıxarda bilərmi? Bəli, çıxardar. Biz necə demişdik? Fluor, xloru, xlor, bromu, brom yodu duz məhlullarından çıxışdırıb çıxarda bilər. Yəni içini götürərəm. Aha, sonra Z X-i çıxarda bilərmi? Bəli, xlor bromu çıxarda bilər. Görürük sırada. Onda 3 də doğrudur. Sonra deyir ki, X, yəni artıq cavab çıxdı, amma yenə də baxaq. X deyir, Z-i çıxartsın. X nədir? Brom. Brom xloru çıxarda bilərmi? Xeyr. Üzrlü sayın. Xeyr, çıxarda bilməz. 4 cavabı yoxdur. Götürmək olmaz. Ona görə də cavab olacaq B variantı. 11. Kalium perxlorat. Perxlorat turşusunu bir tanıyaq. H-xlor-O4. Daha doğrusu yadımıza salaq. Kalium hipoxlorit. Hipoxlorit turşusunu bir yadımıza salaq. Kalium hipoxlorit deyəndə H-xlor-O. Aha, indi turşu qalıqlarını götürək. Duz əmələ gələndə metallarla birləşirdi. Kalium xlor-O4. Kalium hipoxlorit isə kalium xlor-O olacaq. Bizdən nə istəyir? Deyir ki, əgər nisbi molekul kütləsi kalium perxloratda A-dırsa, hipoxloritdə də B-dirsə, deyir B-ni hesablayın. Cavab variantlarına da baxanda mən görürəm ki, A ilə B arasında olan fərqdən söhbət gedir. Onda kalium perxlorat bir də kalium hipoxlorit duzlarından emerlərinin fərqini tapanda hesablamağa, yəni bir-bir emerlərini hesablamağa ehtiyac yoxdur. Kalium onsuz da fərqi tapanda kalium bir-birindən çıxanda 0 qalacaq. Xlor 0 qaldı. 4 oksigen, 1 oksigen, fərq arada 3 oksigen qədərdir. 3 oksigen 16-nı da vursaq 3-ə, bu nəyə bərabərdir? 48 qrama. Deməli, arada fərq nə qədərdir? 48 qram. A daha yüksək, daha böyük kütlədə nisbi molekul kütləsi var və mən A-dan 48-i çıxsam, hipoxloriti miqdarını alacağım. 12. Tərkibində x qram sink sulfat və y qram kopr SO4 olan məhlullar üzərinə artıq miqdarda natrium 2S məhlulu əlavə etdikdə ağ və qara çöküntü alınmışdırsa. Deməli, baxın, sink SO4 suda yaxşı həll olan duzdur. Ona görə suda məhluluna natrium 2S məhlulunu da əlavə eləsək, bu zaman alınacaq sink sulfit. Ağ rəngli çöküntü. Sink sulfit nə rəngdir? Ağ rəng. Bir də natrium 2 SO4. Sonra kuprom SO4 məhlulu yenə natrium 2S məhlulu ilə qarışdırsaq, duzla nə zaman reaksiya gedər? Alınan məhsulda çöküntü olduqda. Burada da qara rəngli kuprom sulfit çöküntüsü alınacaq. Plus natrium 2 SO4. Aha, indi bu da qara rəngli çöküntü oldu. Bizə deyir ki, x qram və y qram. Aha, kuprom SO4 məhlulu üzərinə gəldikdə 0,3 mol ağ çöküntü, 0,2 mol da qara çöküntü alınıb. X, Y deyir, hesablayın. Gəlin sink sulfitin əvvəl emerini tapaq. Deməli, sink 65, SO4 də 64-dür. 64 yox, 96-dır.
SO4 96. 98-dən hidrogeni çıxartsaq 96 qalır, bəli. 96 plus 65 bu olacaq 161. Deməli 161 qram nə var? 161 qram sink sulfit var. Sink sulfat var. Sink sulfatdan mən 1 mol sink sulfit almışam. Sonra bəs x-im nə qədərdir? X-i hesablasaq, x bərabərdir 161 vur 0,3 bölünsün 1-ə. Buradan da alarıq 48,3 qram x maddəsini aldıq. 48,3. Bir A-da var, bir D-də var. Sonra y-i axtarıram. Kuprum SO4-ün emerini hesablasaq, yenə 96 plus mis 64-dür. 64, bu da bizə 160 verər. Aha, 160 qram kuprum SO4-dən mən 1 mol nə alıram? Kuprum S alıram. Onda y-i də hesablasaq, y bərabərdir, yəni kuprum SO4 üçün hesablayıram. 0,2 mol vurulsun 160 qram, bölünsün 1-ə, o da bizə verəcək 32 qram. Bu da olacaq A variantı bu şəkildə. Davam edirik. Aha. Deməli, 13-cü sualda nə soruşulur? X plus Y reaksiyası üçün hansı ifadə doğru deyil? Kükürt qatı sulfatla reaksiyasından söhbət gedir. Burada alınacaq SO2 və H2O. İndi deyir, hansı ifadə doğru deyil? İki müxtəlif oksid alınır. Bəli, doğrudur. Bir S0 atomu 4 elektron verir. Kükürt sıfırdan müsbət 4-ə gəlir. Bəli, nə edib? 4 elektron verib. Bu da doğrudur. Biz səhv axtarırıq. Disproporsiya reaksiyasıdır. Disproporsiya reaksiyası odur ki, atom, məsələn, bir vəziyyətdən, oksidləşmə dərəcəsindən iki fərqli oksidləşmə dərəcəsinə getsin. Axı, burada kükürt sıfırdan müsbət 4-ə, belə yazaq, sıfırdan müsbət 4-ə, bir vəziyyətdə də kükürt müsbət 6-dan, kükürt müsbət 4-ə gedib. Bu, əks öz-özünə və ya konmutasiya reaksiyasıdır. Yəni, disproporsiya deyil. Deyil deyirsə, onda C variantını götürəcəyik. Oksidləşdiricinin əmsalı 2-dir. Aha, biz əmsallaşdırma etsək, görərik ki, baxın, gəlin lap buradan yazaq. Kükürt sıfırdan, bir dəfə kükürt müsbət 4-ə, bir dəfə də kükürt müsbət 6-dan, yenə kükürt müsbət 4-ə gedibsə, sıfırdan müsbət 4-ə 4 elektron verib, müsbət 6-dan müsbət 4-ə isə 2 elektron alıb. Aha, 4, 2, 2, 4, ixtisar getdi, qaldı 1-in 2-yə. 2-ni də hara yazacağım? 2-ni yazacağım. Kükürt müsbət 6 göstərən, belə deyək, qubranı silək. Aha, kükürt müsbət 6 göstərdiyi birləşmənin qarşısına 2-ni yazırıq bura. Və baxıram ki, 1-i də, bayaq burada 1 var idi, düzdürmü? 2 idi, ixtisar getmişdi, 1 qalmışdı. 1-i də yazacağım, kükürt 0 göstərdiyi, oksidləşmə dərəcəsi göstərdiyi birləşmənin qarşısına. Onda nə olacaq? Deməli, 2 kükürt sulfatda, 1 kükürtdə, sərbəst kükürtdə cəmi 3 elədi. Burada da SO2-nin qarşısına 3 yazacağım. Suyun da qarşısına 2 yazacağım. Aha. Və oksidləşdirici kimdir? Reduksiya olunan. Yəni, kükürt müsbət 6. Əmsalı neçədir? 2-dir. Bəli, bu doğrudur. Turşu reduksiya olunur. Müsbət 6-dan müsbət 4-ə gedir. Düzdür? Hansı birləşmədir bu? Yəni, kükürt müsbət 6 reduksiya olunan atom hansı birləşmənin tərkibindədir? Sulfatın tərkibindədir. Ona görə də bəli, turşu reduksiya olunur. 14-də X, Y, Z və T halogenlərindən Z-in radiusu Y-dən böyük, X-dan kiçik, T2 ən asan elektron alır. Hansı halogenlər qaz halındadır? Aha, elektron alan, ən asan elektron alan kim olacaq? Yəni, bu fluor olar da halogenlər içərisində. Ona görə T2-ni ən ilk yazıram. Sonra deyir, Z-in radiusu Y-dən böyükdür. Biz də bilirik ki, qrup üzrə getdikcə
nə olacaq? Radius artır. Onda Z aşağıdadır. Deyir, Z-in radiusu Y-dən böyükdür. Aha, Y-dən böyükdür, amma X-dan kiçikdir. Bu şəkildə. İndi deyir, halogen, hansı halogenlər qaz halındadır? Qaz halında olanlar florla xlor idi. Düzdürmü? Yəni Y2, T ilə Y. T və Y. Onda da cavab olacaq Y variantı. 15. Bizdən nə soruşulur 15-də? Deyir ki, 31,2 qram bir valentli metalın hidrogenlə reaksiyasından 32 qram hidrit alınmışdır. Deməli, bir valentli metal götürürük. Bunun hidrogenlə reaksiyasından X, H alıram. Əmsallaşdırsaq, bura 2, burada 2 yazılar. İndi deyir, 32 qram hidrit alınmışdır. 32, metalın özü 31,2 qramdır və məndən nə istəyir, nə soruşur? Metal nisbi atom kütləsi müəyyən edin. Deməli, biz nə bilirik? Bilirik ki, məsələn, bir A qramda hidrogen reaksiya gedib. Reaksiya daxil olan maddələrin kütlələrinin cəmi reaksiyada alınan maddənin kütlələri cəminə bərabərdir, amma burada bir maddə olduğuna görə kütləsinə bərabərdir ifadəsi işlədə bilərik. Yəni 31,2 plus A bərabərdir 32-dirsə, onda A-mız neçədir? 32-dən 31,2-ni çıxsaq 0,8 qram olar. Yəni hidrogenimiz nə qədərdir? Bərabərdir 0,8 qram. Bunu tapdıq. İndi gətirək, yazaq belə. 31,2 qram X-la əgər 0,8 qram hidrogen reaksiya daxil olubsa, bəs 2 qram hidrogenlə nə qədər, bir B qədər, nə qədər X maddəsi reaksiya daxil olacaq? B nəyə bərabərdir? 31,2 vur 2. Yəni bizim də yazdığımız bu B qədər, bunu 2B yazmalıyıq əslində. Niyə? Çünki 2 mol X maddəsi daxil. Bölünsün 2-yə. Deməli, 31,2-ni vurduq 2-yə. 0,8 də var. Vurulsun 0,8-ə. İxtisar gedər və B nəyə bərabər olar? Deməli, 31,2-ni bölək 0,8-ə. 31,2-ni bölsək 0,8-ə. Bu da olacaq 39. 39 qram. Deməli, bu kalium elementi imiş. Sonra 16-da. 16-cı sualda bizdən nə soruşulur? Baxaq. Deyir ki, turşunun adı molekulunda xlorun oksidaşma dərəcəsi. Xlorat nədir? H, xlor, O3. Oksidləşmə dərəcəsini hesablasaq, oksigen -2, müsbət 5. Xlor olacaq müsbət 5. Xlorit deyirsə, H, xlor, O2. H, xlor, O2-də də oksidləşmə dərəcəsi olacaq müsbət 3. Buna tapmışdıq müsbət 5. Və perxlorat H, xlor, O4, H, xlor, O4, H, xlor, O4. H, xlor, O4-də xlorun oksidləşmə dərəcəsi olacaq müsbət 7. Onda X, Y, Z 5, 3, 7. 5, 3, 7 o da Y variantına uyğun gələcək. Sonra reaksiya daxil olan maddələr H, flor və silisium O2 reaksiya daxil olub. H, flor. Bu reaksiya nə deyirdik? Şüşədə naxış açan reaksiya deyirdik. Düzdürmü? Silisium, flor 4. Bir də H2O əmələ gələr. 4 flor olduğuna görə bura 4 yazıram. Hidrogenim 4 olduğu üçün suyun qarşısına 2 yazıram. Reaksiyanı əmsallaşdırdıq. Deməli, flor nə qədərdir? M qədər, amma silisium O2 M çıxılsın 5 qədərdir. Yəni, reaksiya daxil olan H florla silisium O2 arasında fərq 5 qramdır. Onda gəlin belə eləyək. Normalda, yəni nə qədər H flor reaksiya daxil olub? 4 vurulsun. H florun emeri 19 plus
1 hidrogen 20. Aha. 4 vurulsun 20 qədər H fluor nə qədər silisium O2-lə reaksiya daxil olub? Silisium O2-nin də emerini hesablasaq, əgər 28 plus 32 60. Deməli bu elədi 80 qram, H fluor oldu 80 qram, silisium O2 60. Bunların arasında fərq nə qədərdir? Yəni 80-dən 60 çıxsaq 20 qram fərq var arada. Düzdürmü? Aha. İndi və burada da görürəm 2 vurulsun 18 sual. 20 qram reaksiya daxil olan maddələrin kütlələri arasında fərq 20 qram olanda nə qədər su alınıb bu reaksiyadan? 2 vur 18 qədər. Bəs yaxşı, əgər reaksiya daxil olan maddələr arasında fərq 5 qramdırsa, onda nə qədər su alınıb? X-i buradan hesablasaq, 5 vur 18 vur 2 bölünsün 20-yə. 10, 5-i 18-ə vursaq 90, 90-ı da 10-a bölsək olacaq olacaq 9. Cavab olacaq D variantı. 18-ci suala davam edirik. Y maddəsini müəyyən edin. H2S oksigen ilə reaksiya daxil olanda -2-dən və görürəm 6 elektron verərək, yəni -2-dən 6-dan elektron verdikdən sonra hara gedə bilər? Müsbət 4-ə gedə bilər. Düzdürmü? Hansı birləşmədə müsbət 4-dür? SO2 birləşməsində müsbət 4-dür. Onda X-im də nə olacaq? X-im də olacaq H2O. Bu şəkildə. İndi deyir, onsuz da bizdən Y maddəsini istəyirdi, heç nə, SO2. 19. H xlor ON birləşməsində xlorun kütlə payı xlorun digər oksigenli turşularından ən azdırsa, turşu molekulunda pir abidələrin sayını müəyyən edin. Ən azdır deyirsə, ən az olacaq xlor oksigenin indeksinin, yəni ən çox olduğu qiymətdə. Niyə? Məsələn, gəlin müqayisə eləyək. Biri var H xlor, biri var H xlor O4. Aha, indi hər ikisində xlorun kütlə payını tapanda nə edirik? Xlorun miqdarını bölürük ümumiyə. Biri var xloru bölək, ümumi miqdar deyəndə məsələn 36.5-ə. Aha, 36.5-ə. Biri də var xlorun miqdarını bölürəm. Məsələn, burada H xlor O4-dür də. H-la xlorun cəmi 36.5. Hətta artıq da nə var burada? 36.5 plus 64 də oksigenin miqdarı. İndi baxaq görək. Biz də kəsirlərin müqayisəsi zamanı demişik ki, surətləri eyni olan kəsirləri müqayisə eləyərkən kimin məxrəci çoxdursa, o azdır. Onda ən az olan elə H xlor O4 olacaq. Yəni o oksigenli turşuların içərisində H xlor O4 olacaq. H xlor O4-də deyir pir abidələrin sayını müəyyən edin. Gəlin turşunun quruluşunu çəkək. Xlor, deməli burada olmalıdır 7 valentli xlor. Oksigen, oksigen, oksigen. Biz də pir abidələri hesablayanda deməli 1, 2, 3. 3 dənə nəyə olacaq? Pir abidəsi olacaq. 20-ci sual. Aha, deyir ki, bir dəqiqə buranı da təmizləyək. Aha, 20-də nə soruşulur? Deyir, 1 molun tam yanmasına sərf olunan oksigenin miqdarı. Aha, kalyumun yandırsaq, buradan alınır kalyum superoksid, kalyum O2. Düzdürmü? Aha, lityumu yandırsaq, lityum plus O2 bizə verər lityum 2O. Yazdıq. Hansı münasibətdir? Doğrudur. Bizdən nəyi soruşurdu? Tam yanmasına sərf olunan oksigenin molu. Aha, oksigenin molunu istəyir. Deməli, burada elə 1-in 1-ə nisbətində gedər. X-imiz 1 olar. Lityum üçün baxsaq, lityum 2O. Burada oksigen tək olduğu üçün 2-yə vurdum. Oldu lityum 4 dənə. Onda 4-ün 1-ə nisbətindədir. Amma bizə deyir ki, lityumun 1 molu yanmış olsun. 4 mol lityum yananda 1 mol oksigen sərf olunursa, bəs 1 mol lityum yananda nə qədər oksigen sərf olunacaq? Sözsüz ki 0,25 mol sərf olunacaq oksigen. Düzdürmü? Aha, indi mənim X-im əgər 1-dir,
Amma y-im 0,25-dirsə, indi aşağıdakı münasibətlərdən deyir, hansı doğrudur? Əgər mən y-i 4-ə vursam, onda x-a, yəni 1-ə bərabər olacaq. Bu da C variantı. 21 deyir, sulfat perxlorat xlorid. Turşu molekulunda pi rabitələrin sayını müəyyən edin. Gəlin sulfatın quruluşunu çəkək. H2SO4. Bu turşunun quruluşunu çəksək, onda belə yazarıq. HO, kükürt, oksigen, oksigen. Aha, bunun neçə pisi var? Pi rabitələrini hesablasaq, 1, 2, düzdürmü? 2 pisi var. Sonra davam edək. Perxlorat. Perxlorat H xlor O4 və quruluşunu çəksək, HO xlor 7 valentlidir burada xlor. Aha. Burada da pi rabitələri hesablasaq, 1, 2, 3. 3 pisi var. Sonra başqa hansı turşudur? Xlorid. H xlor. H xlorda nədir? Pi rabitə yoxdur. H xlor. Burada pi rabitəsi yoxdur, 0-dır. Onda Z-imiz 0. Sonra Y-imiz 3. Bu da C variantına uyğun gəlir. 22-ci sual. Hansı maddə kalsium, oksigen və xlor ilə reaksiya daxil olur? Kalsiumla, oksigenlə və xlorla reaksiya daxil olur. Aha, deməli azota baxsaq, azot xlorla reaksiya getməyəcək. A bəndi getdi. Karbona baxsaq, karbon xlorla reaksiya daxil olmur. Aha, suya baxsaq, su oksigenlə reaksiya daxil olmur. Karbon qazı oksigenlə reaksiya daxil olmayacaq. Yəni heç digərləri ilə də. Amma E variantında hidrogen kalsiumla verəcək kalsium hidrid, oksigenlə verəcək su, xlorla verəcək H xlor. Ona görə də cavab olacaq E variantı. Aha, 23-ə baxırıq. Deməli, 23-cü sualda nə soruşulur? 0,6 mol xlor isti 240 qram kalium OH məhlulla reaksiya daxil olur. Kalium OH plus xlor 2 temperatur şəraitində, onda bizə verər kalium xlor O3, bir də H2O. Aha. İndi deyir, X-i hesablayın. Gəlin verilənlər, əvvəl əmsallaşdıraq. Deməli, xlor 0-dan -1-ə gələcək. 1, xlor 0-dan -5-ə gedəcək. Müsbət 5-ə gedəcək. Onda 5 elektron. 5-i yazacağım, gəlin fərqli rənglə yazaq. 5-i yazacağım kalium xlorun qarşısına. 1-i yazacağım xloratın qarşısına. 6 xlorumuz oldu. 3 yazacağım bura. 6 kaliumumuz olduğuna görə 6 yazacağım bura. Hidrogenimiz 6 olduğuna görə 3 yazacağım suyun qarşısına. İndi 0,6 mol xlor reaksiya daxil olub nə qədər kalium OH-la? 240 qram X faizdir, bilmirik nə qədərlə. Onda gəlin belə baxaq. 3 mol xlor 2 ilə kalium OH-ın da emiri 56-dır. 6 vurulsun 56 qram kalium OH reaksiya gedirsə, 0,6 mol xlorla nə qədər kalium OH reaksiya gedəcək? X-i buradan hesablasaq, 0,6 vur 6 vur 56 bölünsün 3-ə. 3 ilə də 6 ixtisar getsə burada 2 qalar. 112-ni də 0,6-ya vursaq, o da eləyəcək 67,2 qram. 67,2 qram nə? Kalium OH. İndi ümumi məhlulumun hamısı nə qədərdir? 240 qramdır. Onda X-i bunu hesablasaq, yəni 67,2-ni bölsəm, ümumi məhlulun miqdarı 240-dır. Vursam 100-ə, buradan X faizi tapa bilərəm ki, neçə faizdir? Deməli, bu da eləyəcək 28 faiz. Cavab olacaq 28 faiz. 24-cü sual. Deməli, sualda nə soruşulur? Aha, suala baxırıq. Deyir ki, 1,5 mol piritin tam termiki parçalanmasından alınan kükürdün yanmasına neçə litr hava sərf olunar? Əvvəlcə piriti parçalayaq. Ferrum S2
alınır. Ferrum plus ferrum S plus S. Aha. İndi deyir ki 1,5 mol pirit parçalanıb. 1 mol piritdən mən nə qədər kükürt alıram? 1 mol kükürt alıram. Bəs 1,5 mol piriti parçalasam nə qədər alaram? Yenə də 1,5 mol kükürt almış olaram. Bu da deyir ki, alınan kükürdün yanmağı. İndi həmən kükürdü yandırsaq, SO2, burada da yenə alınan deyir yanmasından neçə litr hava sərf olunur. Aha, 1 mol kükürt yananda 1 mol oksigen sərf olunursa, 1,5 mol kükürt yananda yenə də 1,5 mol oksigen sərf olunacaq. Amma mənə NŞ deyirsə, gəl bunu NŞ-ya çevirək, yəni 1,5-i 22,4-ə vursaq, 22,4-ə vursaq, nə qədər eləyər? 33,6 litr eləyəcək. Yaxşı, 33,6 litr. Biz də bilirik ki, havada oksigenin həcm payı 21%-dir. Yəni, mənim bu istifadə elədiyim oksigen havada 21%lik yer tutur, düzdür? Bəs gəl görək bu havanın özü neçə litrdir? X də bərabərdir. Deməli, 33,6-nı vuraq 100-ə. Bir dəqiqə. 33,6-nı vurduq 100-ə, bölürük 21-ə. Aha, cavab olacaq, deməli, 33,6-nı, cavab olacaq 160. Bunu da hesabladıq, oldu 160. Bizə deyir, havada oksigen həcm payı 21-dir, neçə litr hava sərf olunar? 160. Kükürt hansı maddələrlə, 25-ə baxırıq. Kükürt hansı maddələrlə reaksiyada reduksiya olunur? Gəlin, baxaq. Aha, deməli, hidrogenlə reaksiyasına baxsaq, S plus H2 verir bizə H2S 0-dan -2-yə gəlir. 0-dan -2-yə gələndə nə oldu? Reduksiya olundu. 1-i götürərəm. Sonra oksigenlə reaksiyasına baxaq. SO2 0-dan -4-ə gəlir. Oksidləşir. Götürmərəm ikincini. Xlorla reaksiyasına baxsaq, məsələn, S xlor 2 olan birləşməsi var. S2 xlor 2 birləşməsi var. Yəni bunlardan birini hansınısa götürsək 0-dan hara gedəcək? Xlor mənfi olacaq, kükürt müsbət oksidləşmə dərəcəsi, müsbət 2 oksidləşmə dərəcəsi göstərəcək. Yəni oksidləşəcək, reduksiya olunmadı. Sonra xlor 2 plus kalsium yazsaq, kalsium sulfid, kükürt xlor yazmışam. Mən 4-cünü yazıram, yazmalıyam kükürt plus kalsium, yazmışam xlor plus kalsium. Bizə verər kalsium sulfid. 0-dan hara gəlir? -2-yə gəlir. Neydi? Reduksiya olundu. Ona görə də cavab olacaq 1, 4. 26-cı sualda. Deməli, bizdən nə istəyir? Reaksiyadan alınan azon 400 qram 8,3% kalium yod məhlulu ilə tam reaksiyaya daxil olur. Deməli, azonun reaksiyasını yazsaq, oksigen daxil oldu, azon alındı. Əmsallaşdırsaq 3 mol, 2 mol şəklində. İndi bizə deyir ki, aldığımız bu azon kalium yodla reaksiyaya daxil olur. Bu zaman nə alınacaq? Alınacaq bir dəqiqə azon 400 qram kalium OH məhlulu ilə reaksiya daxil olub. Məhlulu deyir. Ona görə də plus suyu da yazaq. Alınır kalium OH plus yod 2, bir də H2O. Əmsallaşdırsaq, deməli, yodum 2 olduğuna görə kalium yodun qarşısına 2 yazıram. Onu da burada 2 yazacağım. Hidrogenlər 4 oldu. Burada solda da 4'dür. Hidrogenlər 4 oldu. Bura 2 atsaq 5 oksigen. Onda əmsallaşdırmanı bir dənə diqqətlə baxaq. 26. Baxırıq, x mol oksigen aparata daxil olur və azon alınır. Oksigen
azona çevrilib. 3 mol oksigen, 2 mol azona çevrilib. Və deyir ki, amma indi nə qədər oksigen istifadə eləmişik, onu bilmirik. Deyir, reaksiyadan alınan azon, reaksiyadan aldığımız azon 400 qram 8.3 faizli kalium yod məhlulu ilə reaksiya daxil olur. Bu zaman nə alınır? Yod alınır, kalium OH, bir də oksigen ayrılar. Əmsallaşdırsaq, yod 2 olduğuna görə kalium yodidin qarşısına 2 yazıram. Kalium 2 olduğuna görə kalium OH-ı da 2 yazıram. Hidrogenlər sağda da solda da 2. Oksigenlərə baxsaq, sağda da solda da 4 oksigen var. Əmsallaşdırmamızı elədik. İndi 400 qram 8.3 faizli məhlulda nə qədər kalium yod var onu hesablayaq. 400 vur 8 tam. 0 tam yox, 8 tam imiş. 8 tam onda 3 bölünsün 100 hesablasaq. Bu da bərabər olacaq. Deməli 12 bir yadda, o da 33. 33 tam onda 2 qram kalium nə var? Kalium yodid var. 33 tam onda 2 qram. Bunun emirini də hesablasaq kalium yodidin. 39 bir də 127 toplasaq 166. 166 əmsalı da 2 olduğuna görə 2 vurulsun 166 şəklində yazırıq. Deyir, tam reaksiya daxil olur. Oksigenin 5% azona çevrilmişsə, X-i hesablayın. İndi mən buradan hələ tapım görüm ki, məsələn, 2 vur 166 qram kalium yodidlə nə qədər? Məsələn, burada görürəm ki, 1 mol. Düzdürmü? Azon reaksiya daxil olur. Bəs 33.2-nə nə qədər azon reaksiya daxil olacaq? X-lə işarələməyək, gəlin bunu bir A maddəsinə işarələyək. Çünki X onsuz da oksigenə verir. Buradan A-nı hesablasaq, gətirək buradan A-nı hesablayaq. A nəyə bərabərdir? 33.2-ni vururuq 1-ə, bölürük. 2 vurulsun 166-ya. Elə buradan 0.1 mol alındığını görürük. Yəni 0.1 mol azon alınıb. Həmən azonu gətirib yazırıq burada. 0.1 mol. Yəni mən də görürəm ki, 5% deyir. Oksigen 5% azona çevrilib. Görə nə qədər oksigen sərf olunub əvvəlcə. Görürəm ki, 3 mol oksigen sərf olunanda 2 mol azon alınıbsa, bəs 0.1 mol azon alınanda nə qədər oksigen sərf olunubmuş? Bunu da bir A1 ilə işarə eləyək. Çünki biz hələ də yenə də X-a çatmamışıq. A1-imiz nəyə bərabərdir? O da bərabər olacaq. Deməli, 0.3-ü bölsək 2-yə 0.15. Bu 0.15 mol əgər sərf olunan 5% deməkdirsə, bəs ən əvvəlcə, yəni X mol, yəni bu 100% deməkdir. 100% olanda nə qədər oksigen götürülübmüş? X-imiz də buradan bərabər olacaq. 15 bölünsün 5, yəni 3 mol. X bərabərdir 3. Biz əvvəlcə 3 mol oksigen götürmüşdük. 27-ci sual. Uyğunluğu müəyyən edin. Oksigenlə reaksiya daxil olur. Hidrogenlə qarşılıqlı təsirdə olmur. Buna mən götürə bilərəm alüminiumu. Çünki alüminium hidrogenlə reaksiyaya getmir. Amma oksigenlə gedir. Bir də fosforu götürə bilərəm. Yəni, belə yazsaq 1, 2, 3. 1-ə B ilə Y-ni götürmək olar. İkinci, oksigenlə reaksiya daxil olmur. Hidrogenlə qarşılıqlı təsirdə olur. Hər ikisi ilə reaksiya daxil olan azot olar. Yəni, A gedəcək 3-ə. Sonra başqa karbon var məsələn. İndi karbona baxaq. Oksigenlə reaksiya gedirmi? Gedir. Hidrogenlə də gedirmi? Bəli, gedir. Onda elə 3-ə C də gedəcək. Məsələn, xlora baxsam, xlor oksigenlə reaksiya getmir, amma hidrogenlə gedir. Onda 2-yə gedəcək D. Bu şəkildə də uyğunlaşdırdıq. Gəldik situasiyadımı? Aha, bəli. Artıq situasiya sualına çatdıq. İsti kalium OH məhlulundan sarımtıl yaşıl rəngli X2 qazını buraxdıqda. Kalium OH məhlulundan sarımtıl yaşıl qaz bu xlordur. Xlor 2,
isti, qaynar temperatur. Bu zaman alınır kalium xlor, O3, bir də H2O alınır. Aha. İndi deyir ki, oksigenli duz alınır birinci reaksiya. Y duzunun manqan O2 iştirakında termiki parçalanmasından Y duzu onda kalium xloratdır. Çünki manqan O2 iştirakında kalium xlorat parçalanır. O da belə yazsaq, kalium xlor O3 manqan O2 iştirakında katalizatorluğu ilə manqan O2 parçalanır kalium xlor, bir də oksigenə. Parçalanmasından iysiz, rəngsiz Z qazı, Z də oksigendir. Aha, alınır ikinci reaksiya. İndi deyir, X2 və Y2-ni müəyyən edin. X2-ni artıq tapdıq. X nə idi? Bax, buradadır X. Xlor. Aha, X2-miz nədir? Xlor 2-dir. Z2-miz nədir? O2-dir. Sonra birinci reaksiyanın tənliyini yazın. Biz artıq bunu burada yazmışıq. Əmsallaşdırın. Yaxşı, əmsallaşdırın. Xlor sıfırdan -1-ə gəlir 1 elektron alır. Sıfırdan müsbət, burada müsbət 5-ə gəlir. 5 elektron verir. Çarpazlaşdırsaq 5 kalium xlora 1 kalium xloro 3-ə yazılacaq. Bu zaman 6 kalium OH yazacağım. Çünki 6 kalium alınır. Xlorlarım da 6 olduğuna görə 3 xlor 2-nin qarşısına yazacağım. Burada suyun qarşısına isə 3 yazacağım. Bu şəkildə. Aha, əmsallaşdırdıq mı? Bəli, etdik. 29-u da yazdıq. Gəldik 30-a. Deməli deyir, ikinci reaksiyanın tənliyini yazın. İkinci reaksiya nədir? Bax, burada var. Kalium xloratın parçalanma tənliyi və bu reaksiyanın qrafikinə əsasən N1, N2 bərabərdir 2 olarsa N1-i hesablayın. Yaxşı, gəlin burada yazaq, hesablayaq. Deməli, kalium xlor O3-ün parçalanma reaksiyası idi. Manqan O2 iştirakında alınır kalium xlor və oksigen. Oksigen burada solda tək olduğuna görə 2-yə vuracam. Aha, onda burada 3 yazmalıyam, burada 2 yazmalıyam. Əmsallaşdırdıq. İndi mənə deyir ki, alınan maddələr, bax, N1, bir də N2 alınıb. N1-im mol olaraq göstərdiyinə görə az mol kalium xlordur. Yəni, N1 olacaq kalium xlorin molunu ifadə edəcək, N2 isə oksigenin molunu ifadə edəcək. Və deyir, bunların əgər cəmi N1 plus N2 2 olarsa, biz də görürük ki, bu reaksiya 2x, reaksiyadan daha doğrusu 2x, 3x nisbətində qazlar alınır. Əgər bunların cəmi 2 olarsa, onda 5x bərabərdir 2-yə, onda x-in bərabərdir 0,4-ə. Və mən kalium xloratdan, yəni N1-dən 2x qədər götürmüşəm. O da nə qədər eləyəcək? 2 vurulsun 0,4, o da 0,8 mol eləyir. Yəni, bu olacaq 0,8 mol, amma N2-miz isə olacaq, N2-miz nəyə bərabərdir? O da 3x. 0,4-ü də 3-ə vursaq, o da olur 1,2. Bizdən yalnız N1-i istəmişdi. Ona görə də elə 0,8.